Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Sizinlə biz Paradoks Tədris Mərkəzində təşkil olunmuş OTK-nın buraxılış sınaq imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. İzahdan öncə bir şey qeyd edeyim yoldaşlar. Deməli bizim həm Azərbaycan dili, həm də ədəbiyyat fənlərindən dərslərimiz keçilir. Cəlilabad rayonunda əyani şəkildə buraxılış istiqamətində də, blok istiqamətində də dərslərimiz keçirilir. Dərslərə qoşulmaq istəsəniz 051 460 05 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bir də ki yoldaşlar, videonun faydası olarsa bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Keçək suallara. Birinci sualda deyir ki, cədvəldəki doğru əlaqələndirmələr müəyyən edin. Sözlər onun leksik mənalarını verib, biz doğru olanı tapmalıyıq. İyanə, qida, yeyəcək, yeyinti deyil, yanlışdır. İnventar, binanın mənzili memarlıq baxımından tərtib edilmiş daxil hissəsi, bu da yanlışdır. İrtica, geridə qalma, geridə gedən hərəkət, mövcud vəziyyəti dəyişdirmək istəməyən, geriliyi müdafiə edən, bəli, bu doğru fikirdir. 3-ü götürürük. İntervyu, mətbuatda çap edilmiş, teleradio ilə yayılma məqsədilə müxbirin hər hansı bir şəxsdən aldığı müsahibə, bu da doğrudur. İpoteka, müavinət, girov qoyulmuş əmlak, bu da doğrudur. 3, 4, 5 cavabımız olur A variantı. 2-də sözlərin yalnız birinə aid olan fikirləri müəyyən edin. Dekorativ duet. Deməli, dekorativ sözü dekorativ formasında, duet isə duet olduğu kimi qalır. Deməli, ahəng qanuna tabidir. Dekorativ duet. Deməli, heç birisi tabi deyil. Ona görə biri çıxırıq. Tərkibində dodaqlanan sayt iştirak etmir. Deməli, bu dekorativ sözünə aiddir, amma duetə aid deyil. 2-ni götürürük. Tərkibində həm kar, həm də cingilti samiti var. Deməli, bu hər ikisinə aiddir. Dekorativdə də var, duetdə də var. Ona görə 3-ü çıxırıq. Deyilişi və yazışı arasında bir fərqli məqam var. Bu dekorativ sözünə aiddir. O A-ya keçir. 4-ü də götürürük. 2, 4. Kar samitlə başlayır, cingilti samitlə bitir. Deməli, bu isə heç birisinə aid deyil. Cavabımız olur 2, 4, yəni B variantı. 3-də tərkibində çıxartmaq mənasında ifadənin olmadığı nümunələri müəyyən edin. Şərəfoğlu torbanın ağzını açdı, oradan toz basmış bir küllü qabı götürdü, çıxartdı demək olar. Dağların başına qalın duman bürüyür, çobanlar qoyunları kəndi tərəf qovurdu. B qalsın. Əlbəttə, dəlilsiz, sübutsuz, mühakiməsiz, məntiqsiz heç bir zaman ədalətli hökm vermək olmaz. Ədalətli hökm çıxarmaq olmaz. C-ni də çıxırıq. Cəlil Məmmədqazının təsvirinə və sənədlərə görə o zaman Azərbaycan dilində qəzet buraxmaq çox çətin məsələymiş. Qəzet çıxarmaq demək olar. Oğlan əyindəki kətən köynəyi soyundu, çıxartdı demək olar. Elə B variantı bizim cavabımızdır. Sonra 4-cüdə deyir ki, yerinə görə omonim kimi işlənə bilən sözləri müəyyən edin. Xeyr sözü omonim ola bilməz. Xəzər sözü xüsusi isimdir, bu da omonim ola bilməz. Deməli, kütlə olacaq. Kütlə bir toplu isim kimi, bir də çəki mənasında. Məsələn, burada götürə bilərik. 3, bəstə sözü də ola bilər. Bəstə bir mahnı bəstələmək. Buradakı bəstə, bir də bəstə boy, balaca boy mənasında. 3, 5-i götürdük. Bir də şan olacaq. Şan, arı şanı, bir də şan, şöhrət mənasında. Cavabımız olur E variantı. 1 və 2 isə omonim olmayacaq. Yazışı yanlış olan sözü müəyyən edin. Iceberg doğrudur. Bəyanat doğrudur. Batareya doğrudur. Qatran doğrudur. Qərargah isə yanlışdır. Qərar A-la olmalıdır. Qərargah. Qərargah formasında. Cavabımız olur C variantı. Əvvəldə müvafiq işarələr qoyulmuş sözlər əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Deməli, aşıb daşan arzumuz mən artıq cilovladım. Deməli, aşıb daşanda birinci aşıb daşan sözü necə tələffüz olunur? Aşıb daşan. Bu formada, yəni bu P-yə keçəcək. Artıq sözü isə samitlə başlayan söz gəldiyi üçün artıq olacaq. Artıq X-la. Deməli, aşıb daşan və artıq. Bir yerdə tələffüz yazışından fərqlənir. Biri götürəcəyik, bəli, doğrudur. Aşıb daşan, çünki bu P-yə keçir. Bir samitin qarşılığı yoxdur. Aşıb daşan, bəli, bu da doğrudur. N samitin qarşılığı yoxdur. Sonra, yanlış. 3 samiti kardır. Aşıb daşan. Tələffüzə baxacağıq. Görəcək 1, 2,
3 dənə. Bu doğru fikirdir, amma yanlışa verir deyə götürmürük. Sonra 3-ə baxırıq. 2 samitin qarşılığı yoxdur. Yəni bu üç bucağa aid olandır. 2 samitin qarşılığı yoxdur. Bu yanlış fikirdir. Bir dənə r-nın qarşılığı yoxdur burada. Ona görə 3-ü çıxdıq. Tərkibində bir kar samit vardır. Bəli, bu da yanlışdır. Niyə? Çünki artıq sözündə q, x-ya keçdiyi üçün bizdə samitlərin növlərinə baxanda tələffüzə baxırıq. Artıq sözündə artıq 2 samit olacaq. Ona görə 5-i də götürəcəyik yanlış fikrimiz. Cavabımız olacaq 1, 2, 5, yəni E variantı. 7. Sözündə nöqtələrin yerinə o yazılsa nə baş verməz? Hə, kompaniya var, bir də dilimizdə həm kompaniya var, həm də kampaniya var. Kompaniya söz şirkət məsnində olar. Bu dəyişiklik olmaz axı. Yəni o yazsaq yenə də elə şirkət mənasında olacaq. Ona görə biri çıxırıq. Bir dəyişiklik baş verməyəcək. Yazışı və tələffüzündə bir fərqli məqam olar. Kompaniyanı yazsaq yazışı və tələffüzündə bir fərqli məqam olar. Deməli nə baş verməz deyir. Hə, bu baş verəcək. Bu da gedirik çıxdı. Təbliğat, reklam sözlərinin sinonimi olar. Yanlışdır. Kompaniya, təbliğat, reklam olmayacaq. Endirim sözünün qarşılığı kimi işləmirlər. Bu kampaniya sözündə A-la yazsaqdır, olacaqdır. Ona görə 4 də yanlışdır. Deyilişi və yazışı arasında 2 fərqli məqam olar. Yanlışdır. O yazsaq 1 fərqli məqam olacaq. Yəni o A-ya keçəcək. 5 də yanlışdır. Cavab olur 3, 4, 5, yəni D variantı. 8-də. Sözlərin əsasında Eyler-Venn diaqramına uyğun fikirlər müəyyən edin. Tramplin, dirijor. Tramplində yoldaşlar tələffüz olur. Tramplin. Yəni bura bir dənə də i artırılır tələffüzdə. P-nan l-nın arasına. Tələffüzdə tramplin i ilə olacaq. Dirijor isə olduğu kimi qalır. Elə bunu alaq transkripsiyanın içinə. Deyiliş və yazışı fərqlənmir. Bu yanlışdır. Tramplində fərqlənir. Bir dənə i saytı artırılır. Tərkibində bir qapalı sahit vardı. Bu da yanlışdır. Sahit səslər onun növlərini istəyəndə biz tələffüzə baxırıq. Orada artıq bir dənə artırıldığı üçün yenə də 2 dənə qapalı sahit olacaq. 3-ə baxırıq. Ahəng qanuna tabe deyil. Bəli, tramplin də dirijor sözü də ahəng qanuna tabe deyil və ortaq xüsusiyyət verilib. Deməli doğrudur. 3. Keçirik. Dirijor tərkibində kar samit yoxdur. Dirijorda bəli yoxdur. Doğrudur. Tramplin sözündə isə var. 3, 4. Sahitlərdən biri tələffüz zamanı düşür. Dirijor sözündə heç bir tələffüz dəyişikliyi yoxdur. Ona görə 5 yanlışdır. Cavab olur 3, 4 A variantı. Sözlərin yazışı və tələffüzü fərqli məqamlara görə məntiq ardıcılı tamamlaya bilən nümunə müəyyən edin. Tipoqrafiya, tipoqrafiya deyilir. Yəni bir dənə fərqli məqam olur. Təşkil, təşkil deyilir. Burada da bir fərqli məqam olur. Toponim, toponim deyilir. A-ya keçir. O, burada da bir fərqli məqam olur. Deməli, məntiqdən biz hansı sözdə bir dənə fərqli məqam var, ona baxmalıyıq. Təqlid sözü təqlid D-T-ya keçir. Bir dənə fərqli məqam olur. Elə cavab olacaq A variantı. Tuğyan sözündə fərqlənmə yoxdur. Təşvişlə sözündə təşvişlə formasında tələffüz olunacaq. Burada 2 dənə fərqli məqam olacaq. Tifti sözündə T-D-ya keçəcək. Ç-da X-ştrixə keçəcək. Burada da 2 fərqli məqam var. Transfer sözü isə olduğu kimi qalır. Bir dənə A variantı. Təqlid sözündə D-T-ya keçəcək və bir fərqli məqam olacaq. 10-cu suala baxırıq. Sözündəki nöqtələrin yerinə cümləni tamamlaya bilməyən fikri müəyyən edin. P hərfi yazılsa qarşılığı olmayan samit iştirak etməyəcək. Bəli, çəpik desək, burada qarşılığı olmayan samit olmayacaq. Ona görə A-nı çıxırıq. Bizə deyir tamamlaya bilməyən. P hərfi yazılsa deyiliş və yazışı fərqlənməyəcək. Çəpik sözündə niyə fərqlənəcək? Çünki bu Q ilə bitən sözdə X-ştrixlə tələffüz olunacaq. Ona görə B variantı elə yanlışdır. L hərfi yazılsa cingilti samitlərin sayı kar samitlərdən az olacaq. Çəlik yazsaq, çəlik. Bəli, 2 dənə kar samit olacaq, bir dənə cingiltili. P hərfi yazılsa bütün samitlər kar olacaq, bu da doğrudur. L hərfi yazılsa əsas sözünün sinonimi olur. Bəli, çəlik, əsa eyni şeydir, bu da doğrudur. Cavabımız oldu B variantı. Mətn testlərinə keçirik yoldaşlar. Mətnləri yəqin ki oxumusunuz, oxumayanlar da saxlayıb oxuya bilər. Mətni saxlayıb videonu. Keçək bu da bu hissəsi.
Keçək suallara. 11-də deyir, mətnlə bağlı bu qənaətə gəlmək olmaz. Təhkiyədən istifadə olunur. Bəli, təhkiyə bu danışıqdır da. Doğrudurmu? Nəsr dilində obrazlıqdan istifadə olunmuş nümunədir. Bəli, nəsr bu adi danışıq formasında yazılmış. Yəni bu formada yazılanlardır. Nəzm isə şeir formasında yazılmışlardır. Bu nəsr dilindədir. Obrazlıqda bu bədii üslubun xüsusiyyətidir. Bu mətn bədii üslubdadırsa, deməli obrazlıq var. Anda çıxırıq B-də. Poetik funksiya olan ifadə işlənib, yəni məcazi mənada işlənənlər. Bu da var. Bədii üslubdadırsa %100 məcazi mənalı ifadə var. Sərbəst və təbii danışıq formasında olan nümunələr mövcuddur. Bu hansı üsluba aiddir? Məişət üslubuna aiddir. Məişət üslubunda xüsusiyyəti dialoqdur. Dialoqlar var burada. Baxın, burada görürük dialoqları. Deməli, bunu da götürə bilərik. Nümunələr var. Terminoloji funksiya üstünü təşkil edir. Bu yanlışdır. Bu elmi üsluba aid olan xüsusiyyətdir. Bədii üslubda da terminoloji funksiya üstünü təşkil edə bilməz. 12-yə baxırıq. Mətnlə bağlı doğru fikri müəyyən edin. Dərs keçənlərin öyrətmə üsulu eyni idi. Yanlışdır. Fərqli öyrətmə üsulları var idi. İsrafil Gülübəyin məktəbə açmasına tam razı idi. Tam razı deyildi. Bu da səhvdir. Eyni təyinatlı müəssisələr qonşuluqda yerləşə bilər. Bəli, elə bu Gülübəyimgillə belə deyək də, Narıncgilin evləri belə qonşu idilər. O ikisi də dərs keçirdi. Ərəb dilində öyrədirdilər. C öyle doğru olacaq. Bütün mollalar qızların oxumağını düzgün hesab etmirdilər. Bu yanlış fikirdir. Çünki o Güllübəyin babası, belə deyək, bax bu hissədə var. Deyir ki, mən müəllimim olan molla babamın yanında neçə qız oxuyurdu. Gövhər bəyim, bir də mən. O bizə yazıb oxumağı öyrətdi. Deyirdi, bəzi mollalar düz deməyib, qızların yazıb oxuması günah deyil. Yəni, eyni deyil, fikirləşmirdilər hamısı. Öyle deyildi. Narınz daha yaxşı dərs keçirdi, nüfuzunu itirirdi. Bu Güllübəyimə aiddir. Narınz daha yaxşı dərs keçmirdi axı. Güllübəyin daha yaxşı dərs keçirdi. 13-ə baxırıq. Mətn əsasını dəqiq müəyyən etmək mümkündür. Din xadimlərinin bir-birlə ziddətli fikirlərinin olmasını. Elə budur. Cavabımız olur A variantı. Çünki belə deyim də, bir çox mollalar deyirdilər ki, qızlar oxumağı, yazmağı nəyə lazımdır? Amma Güllübəyimin babası isə deyirdi ki, yazıb oxumağı öyrədirdi və deyirdi, mollalar düz deməyib, qızların yazıb oxuması günah deyil. Yəni, ziddiyyətli fikir olduğunu deyə bilərik A variantı. Hadisənin baş verdiyi məkanı deyə bilmərik, məkan yoxdur. Molla Qurbanqulun öz evi ilə yanaşı bazarda da işləməsini, bunu da konkret olaraq deyə bilmərik. Qurbanqulun öz evi ilə yanaşı bazarda da işləməsini. İsrafilin ticarətlə məşğul olması. Onun bazarda olduğunu bilirik. Bazarda ona söz atırdılar. Amma o bazarda ticarətlə məşğul olurdu mu deyə belə bir fikir yoxdur mətndə. Hadisənin baş verdiyi tarix isə ümumiyyətlə yoxdur. 14-dür. Kursivlə verilmiş hissə ilə bağlı doğru fikirlər müəyyən edin. Kursivlə verilmiş hissə bu hissədir. Bu hissə bir qism köhnə fikirli adamlar isə Narıncın yaxşı öyrətdiyinə, uşaqların yaxşı gələcəyinə inanırdı. Mollanın sözləri də köhnə fikirli adamların mövqeyini gücləndirirdi. Qız uşağının yazı yazmağı nəyə lazımdır deyirdi. Söz söhbət İsrafilin qulağına çatır. Bazarda ona bir təhər baxmağa başlayır. İsrafil əvvəlcə bunlara əhəmiyyət vermədi. Sonra isə narahat oldu. İndi baxırıq. Deməli, deyir ki, təhsillə bağlı qüsurlu fikirlərin əks olunduğu, bəli, bu var. Deyirdi, qız uşaqlarının oxumağı nəyə lazımdır? Problemin həlli yolları göstərilir. Problemin həlli yolu yox idi. Səhvsə problem var idi orada. Müəyyən olur ki, həmin dövrdə yeni fikirli adamlar olmayıb. Niyə olub? Bu səhvdir. Köhnə fikirli adamlar da var idi. İmkanlı adamla övladlarına yaxşı təhsil verməməsi göstərilir. Bu da səhvdir. O hissədə danışmır. Köhnə düşüncənin tərəfdarlarının da çox olduğu müşahidə edilir. Bəli. 5-i götürə bilərik. Üzrü sayın. Deməli, 14-də olur D variantı. 15-ci suala baxırıq. Mətnə aid fikirlərdən yanlış olanı müəyyən edin. Yenilik heç də hamı tərəfindən düzgün başa düşülmür, müsbət qarşılanmır. Bəli, elə o köhnə fikirli adamlar tərəfindən düzgün başa düşülmürdü. Bu doğru fikirdir. Cəmiyyətdə ziddiyyətli fikirlər mövcuddur. Bəli. Elə mollalar arasında ziddiyyətli fikir var idi. Güllübəyin molla babası deyirdi ki, oxumaq heç də günah deyil, amma digər mollalar deyirdilər ki, oxumaq günahdır, qız uşaqları niyə oxusun? Yenilik tərəfdarları da təhsilə şəxsi qazanc mənbəyi kimi yanaşırdılar. Bax, elə bu yanlışdır. C variantı. Yeni tipli təhsilin əleyhinə olanlar da var idi. Bəli, elə bəzi şəxslər onun tərəfdarı deyirlər. Deyirlər ki, qızlar niyə
elə oxusun ki, yazmaq nəyə lazımdır ki? Qazancın əldən çıxması bəzi şəxsləri narahat edirdi. Bəli, elə o Güllü bəyimin pulsuz dərs keçməyə Qurbanqulucilər narahat eləmişdi. Ona görə E variantda yanlışdır. Cavabımız olur, yəni E variantda doğrudur. Cavabımız olur C variantı. 16-da. Mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəli doldurun. İnformativ, poetik. Mətndəkindən fərqli funksiyada. Deməli, yoldaşlar, burada biliklərin itməsin. Bu poetikdir. Başqa nə var? Başqa hansı söz var idi, baxaq. Güllü bəyimin məktəbinə apardı. Burada aparmaq isə həqiqi mənadadır. Deməli, birinci informativdir. Yəni, bura xətt çəkilir. Fərqli funksiyada aparmaq sözünün məcazi mənada. Məsələn, onu fikir aparmışdı. Dərd apardı və s. Bu kimi nümunələr yazmaq olar, məcazidir. Bu birisi isə poetik funksiyasıdır. Hansı söz idi o? İtməsin, biliklərim itməsin. İtməsin. Məsələn, deyirəm ki, kitabım itmədi və yaxud da pulum itməyib. Bunu həqiqi mənada işlədə bilərik. 17. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstdən fərqli mənada cümlədə işlədir yazın. Çərçivədə verilmiş söz köhnə fikirli adamlara. Köhnə burada məcazi mənada işlənib. Kontekstindən fərqli mənada. Məsələn, deyirəm ki, köhnə ayaqqabı cırıldı. Bu nümunəni yazmaq olar. Köhnə burada artıq həqiqi mənada olacaq. 18-də. Müqayisə cədvəlinə uyğun olaraq mətnlərin üslubu xüsusiyyətləri ilə bağlı fikirlər yazın. Güllü bəyin mətni hansı üslubda idi? Bədii. Dəmir Mendeleyevin elementlərin dövrü sistemində 26-cı element kimyəvi işarəsi F-dir. Çəkisi 55-185 unitdir. Bu isə görürsünüz elmi məlumat verir. Bu hansı üslubdadır? Elmi üslubdadır. İndi bədii üslubun xüsusiyyətini nə yaza bilərik? Məcazlıq olur, obrazlıq olur, emosionallıq olur. Sonra bədii təsvir ifadə vasitələrindən geniş istifadə olunur. Dil aydın anlaşıqlı olur və s. kimi xüsusiyyətlər yazmaq olur. Elmi üslubda isə deməli konkretlik, dəqiqlik, termin sıxlığı olur, ardıcıllıq olur, qrafik işarələrdən istifadə olunur, düsturlardan istifadə olunur kimi nümunələr yaza bilərik elmi üsluba. Hər ikisinə xüsusi ümumi cəhət nə yaza bilərik? İkisinə də aid olan, ikisi də funksional üslubdur və hər ikisi ədəbi dilin normalarına tabe olmalıdır. Ortaq xüsusiyyəti də onu yazacağıq. 19-da mətnin məzmununu əhatə edən 3 bənddən ibarət plan tərtib edin. Bu da rahat suallardan biridir. Güllü bəyin axşamdan istiraflı höccətləşməsi. Məsələn, yaza bilərik ki, ər-arvad arasında mübahisə. 1-ə yazırıq. Ər-arvad arasındakı mübahisə. Təbii ki, siz də fərqli bir plan bəndi yaza bilərsiniz ora. Sonra əsas hissədən nə yazırıq? Məsələn, bu hissədən yaza bilərik. Güllü bəyimin fərqli təhsil verməsi. Güllü bəyimin fərqli metodları. Güllü bəyimin fərqli dərsi. Əsas nəticə hissəsindən də yazırıq ki, İsrafilin narahatlığı. Orada deyir ki, özümüzdən narahatam. İsrafilin narahatlığı. Bunu da yaza bilərik. 20-də mətndə üzərində rəqəm yazılmış sözlərin qarşılığını yazın. Birinci, bu höccətləşmişdir sözüdür. Höccətləşmək deməli, mübahisə eləməkdir. Bəhsləşmək mənasındadır höccətləşmək. Bir də vasvası isə, vasvası hər şeydən şübhələnəndir, hər şeydən iyrənən, çəkinən adama vasvası adam deyilir. Bunu da yazmaq olar belə. Asiya qitəsi mətni gəlir sonra. Yenə də mətni oxumayanlar videonu saxlayıb mətni oxuya bilər. Növbəti hissəsi budur. Keçək
bu mətnə. 21-də hansı fikir mətnində yoxdur? Bir sıra tarixi informasiyalar müxtəlif mənbələrdən bizə çata bilər. Bəli də, burada oxuduq, dedik ki, məsələn, Avrasiya sözünün əmələ gəlməsi mənşəyi barədə müxtəlif mülahizələr var. Müxtəlif mənbələrdən fikirlər gəlib çıxır. Nə bilim, Assuriya xalqı fikirləri var, Finkiyalıların fikirləri var. Bu doğru fikirdir. Alimlərin Azərbaycan adının mənşəyi ilə bağlı yeşildir rəyi yoxdur. Bu da doğrudur. Çünki burada deyir ki, tədqiqatçıların bəzisi Azərbaycan sözünün tərkibindəki az hissəsində həmin xalqın adı ilə bağlayır. Yəni hamısı yox. Avrasiya materikində qədim zamanlarda insanlar yaşamışdır. Bəli, elə Assurlar qədimlərdən yaşayıblar burada. Asiya yeganə qitədir ki, 9 ilmin qurşağının hamısına burada rast gəlmiyorlar. Bunu deyə bilmərəm. Çünki burada demir ki, yeganə qitədir ki, 9'u da buradadır. Sadəcə deyir ki, 9 iqlim qurşağının hamısına Asiya qitəsinə rast gəlmək olar. Belə bir fikir var. Ona görə D variantı yanlış fikirdir. Belə bir məlumat yoxdur. 22-də fikirlərdən biri mətnə əsaslanaraq təsdiq etmək olar. Külticin şərəfinə yazılmış abidə az sözü nəhəng mənasına işlənmişdir. Belə bir fikir yoxdur. Sadəcə burada deyir ki, qeyd edir ki, az xalqının adının run əlifbası ilə yazılmış abidələrdə, məsələn, Külticin şərəfinə yazılmış abidədə çəkilir. Sadəcə adı çəkilir. Demir də nəhəng mənasında. Ona görə bunu deyə bilmərik. Avropa sözünün Finkiya dilindəki erebi, yəni qaranlıq, qərb mənasında yaranması hələ də fərzi olaraq qalır. Bu da yanlışdır. Çünki burada deyir ki, Avropa sözünün Finkiya dilindəki erebi, yəni qaranlıq, qərb mənasında yaranmasını bilirik. Bu artıq faktdır. Yəni ehtimal deyil, fərziyyə deyil. Tədqiqatçılar Azərbaycan sözünün günəşə tərəf mənasında işləndiyini irəli sürürlər. Belə bir mənada işləndiyini görmürük. Mətndə sadəcə azların, xalqının yaşadığı ölkə mənasında olduğunu görürük. C variantı çıxır. Qədim xalqların dilində vaxtı ilə işlənmiş bəzi sözlərin mənasını indi aydınlaşdıra bilər. Bu elə doğrudur. Çünki elə Finkiyalılarda Avropanın hansı məna ifadə elədiyi, Assurlarda Asiyanın hansı məna ifadə elədiyini indi araşdırırlar. Qədim zamanlarda təbiətə və geniş ərazilərə məxsus olduğuna görə Asiya Avropanın əksi kimi qəbul olundu. Buna görə yox. Bu səhvdir. Geniş ərazilər söhbətinə görə yox. 23-də mətndə altından xətt edilmiş sözlərin heç birinin şərhinə uyğun deyil. Deməli, burada okean sözü var. Okean, mülahizə, bir də iqlim sözlərinin. Hələ baxaq. Okean və materiklərə ayıran böyük su obyekti ola bilər. D çıxdı. Sonra iqlim var idi. İqlim havanın çox illik rejimidir. Bu da getdi. Mülahizə də var idi. Mülahizə yaxşı düşünmüş fikir, rəy, nöqteyi nəzər deməkdir. Bu da çıxır. Başqa baxaq nə var idi? Ya bir də bölgə sözü işlənib burada. Axırda bölgə də vahidli olan və ona daxil olan elementlərin sıx bağlı olan müəyyən bir ərazidir. Elə C variantı yoxdur. 24-də hansı fikirlər mətnlə bağlı faktlar hesab oluna bilər? Bəzi alimlər ərazilərin xalq adları ilə adlanmasını qəbul edirlər. Bu doğru. Faktdır. Külticin abidəsi run əlifbası yazılıb. Bu da faktdır. Çünki burada var run əlifbası. Deyir ki, qeyd edir ki, az xalqının adı run əlifbası ilə yazılmış abidələrdə, məsələn, nümunə kimi Külticinini çəkiblər burada. Deməli, bu run əlifbası ilə yazılıb. Bu doğru fikirdir. Finkiyalılar Asiyada yaşamışdır. Belə bir fikir yoxdur mətndə. Konkret deyə bilmərik. Yer kürəsində 6 qitə mövcuddur. Qitə sayı ilə bağlı heç nə deyilməyib. Dünya əhalisinin yarısından çoxunun Asiyada yaşaması burada ərzaq problemi yaradır. Ərzaq problemi ilə bağlı heç nə deməyib. Cavab elə olur 1-2 D variantı. İkinci abzasda çərçivədə verilmiş ifadə hansı sözlə əvəz edilə bilər? Bu çərçivədə verilmiş coğrafiya addır. O da toponimdir də coğrafiya adı. Cavabımız olur A variantı. 26. Hansı abzasda mətnin məzmununa uyğun olmayan? Üçüncü abzasda deyir ki, çərçivədəki cümlə nəzərə alınmır. Cümlənin işləndiyi müəyyəndir, həmin cümləni yazın. Deməli, burada yəqin ki, oxuyanda siz də görübsünüz. Burada var, fakta söykənməyən
fikir fərci olaraq qalır. Bu mətnin məzmununa çox da uyğun deyil. O da 4-cü abzasdadır. 4-cü abzasdadır. Mətnin məzmununa uyğun deyil. 27-də. Mətndə tünd qara hərflərlə yazılmış sözə əsasən cədvəli tamamlaya bilən fikirlər yazın. Tünd qara hərflərlə verilmiş söz hansıdır? Tayfasının adından götürülməsidir. Götürülmək. Tayfasının adından götürülməsidir. Götürülmək sözünü fərqli mənalarda necə işlətmək olar? Yəni götürülmək belə deyək də bir omonim kimi yanaşmaq lazımdır bu tipli suallarda. Bu həqiqi məcazi məna anlamına gəlmir ha. Bu sadəcə sözün başqa hansı mənalarda işlənə bilməsi, amonimliyi kimi düşünmək olar. Götürülmək sözü məsələn qəbul etmək mənasında işlənə bilər. Məsələn deyir ki, qəbul etmək, qəbul etmək mənasında işlədirik. Məsələn, onu işə götürdülər, onu işə götürdülər. Məsələn, o işə götürüldü. Bu mənada yaza bilərik. Sonra götürülmək, ləğv etmək. Məsələn, deyirəm ki, bizə tətbiq olan qadağalar götürüldü, yəni ləğv olundu mənasında. Ləğv etmək mənasında ola bilər. Sonra ələ almaq, ələ götürmək mənasında. Məsələn, deyirəm, samadan götürüldü. Bu mənalarda işlənə bilər. 28-də. Mətnə əsasən Eyler-Venn diaqramına uyğun fikirlər yazın. Assuriya xalqı, Finkiya xalqı. Assuriya xalqı Asiyada yaşayırdılar. Asiyada yaşayırdılar. Məsələn, Asiya sözünün etimologiyası ilə bağlı fikirlər bunlara əsaslanır. Finkiyalılara isə Avropa sözünün yaranması ilə bağlı fikir bunların dilindəndir. Belə yazmaq olar. Sonra hər ikisinə ortaq xüsusiyyət isə yaza bilərik ki, Asiya qitəsində Avrasiya qitəsində, Avrasiya materikində yaşayırdılar. Avrasiya materikində yaşayırdılar və yaxud da qitələrin adlarının yaranmasıyla bağlı bunların dilindən sözlər götürülüb deyə ortaq fikirlər yazmaq olar. 29-da. Mətndə altından xətt çəkilmiş cümlədəki uyğun düzəliş yalnız qüsurlu məqamda etməklə cümləni yenidən yazın. Altından xətt çəkilmiş cümlə budur. Başqa bir fikrə görə Asiya sözü kiçik ölkə deməkdir. Bu fikrin tərəfdarları Asiyanın geniş bir ərazisini əhatə etdiyini əsas gətirərək ideyanı irəli sürürlər. Bunun geniş ərazisi varsa, məntiqdən kiçik ölkə yox, böyük ölkə olmalıdır. Böyük ölkə. Burada kiçik sözü səhv yazılıb, əslində böyük olmalıydı. Böyük sözündən əvəz olunmalıydı. Bunu yazacaqdıq. 30-da. Faktlar verir, faktlara əsasən müddəa. Müddəa yəni fikirdir. Yazmalıyıq. Az xalqın adı Run əlifbası ilə yazılmış abidələrdə, məsələn, Külticin şərəfinə yazılmış abidələrdə də çəkilir. Eləcə də az sözünün nəhəng mənasında işlənməsi də məlumdur. Azman sözünün kökündən bu mənada işlənib. Müddəa kimi yaza bilərik ki, Asiya sözünün yaranması ilə bağlı müxtəlif fikirlər var. Müddəanı belə yazacağıq. Asiya sözünün yaranması ilə bağlı müxtəlif fikirlər var. Belə yazılır. Fakt kimi də bunları gətirmək olar. Bu qədər. Hər birinizə uğurlar.